qorxulu oyunu olan Granny oynayacağıq. Həqiqətən bilmirik başımıza nə gələcək, qorxacaqmı, nənə bizi tutub parçalayacaqmı? Çox qorxulu oyunu deyirlər, mən də yüklədim. Aynen. Çox uzatmayaq, keçdi oyuna. İkinci gün, baxaq başımıza nə iş gəldi. Ya Allah. Təzə durmuşuq yuxudan. Hiss edirəm ki, nənə buralarda bir yerdədir. Azıb qalarım ha burada. Baba gizli keçidi tapdım, bax. Burada nə qədər gizli keçid var. Yeraltı keçid falan yox. Bura adi elə belə hindi. Nə sakitçilikdir. Ay, nənə burada adam doğrayıb ala. Nə qayırıb bu burada? Heç kim yoxdur, heç kim görünmür. Yeraltı keçid var yenə. Burada təli qurban yəni 100%. Qalxım yuxarı yəni. Qalxacam yuxarı. Qorxa-qorxa çıxıram yuxarı. Riski çıxar birdən tutub yer məni. Ay gəlir. Bax nənə gəldi ucu. Düşdü dalımızca. Basıb gedirəm hardan oldu ye. Bu nənə sehirbaz deyirsən, yer dəyişdirir bir dəqiqədən bir. Pəncərədən tullanacam. Burada da gizli keçid olmalıdır. Sərf eləmirəm. Nədir belə? Burada nəsə yol göstərir. Biz yola falan fikir vermirik. Nənədən qaçış axtarırıq. Bir daha tunel. Baxaq görüm qarşımıza nə çıxacaq. Bunun sonu pis bitəcək. Oyda. Bu nənənin evidir. Nənənin yaman evi var ha. Safe falan. Evet, çox qorxuram. Birdən çıxar bir yerdən. Divarın içindən falan çıxar. Aha. Gölgəsini gördüm, gəlirdi. Pilləkənlərlə düşürdü aşağı. O, nə tez çatdı ora. Məni gördüsə fisi o daha. Gələcək axıra kimi. Gəlmə daha, gəlmə. Güzəlim burada baxalım. Bura gələcək o 100%. Dedim də dedim. Əylim aşağı görər məni. Oca tərəmişəm, qorxudan oca tərədim. Gördü sərf eləmirəmsə, gəlmədi, gəlmə, çıx ged nənə. Rahat gəzişim də özüm üçün evi. Bu nə alətdir burada belə? Mən kondisioner falan hər şey var. Çıxdı buradan bir dənə, o maşına var. Maşını sürüb çıxarmağın bir yolunu tapa bilmirəm ki. Açar olmalıdır bunun üçün deyəsən. Açar da ki bilmirəm hardan tapacam. Deyəsən nənə hardasa gizlətib bunu. Açarını. Bu qapını da açmaq üçün açar olmalıdır. Təəssüf ki heç biri bizdə yoxdur. Elə belə bəxtimizi sınayaq, bəlkə açılar, amma açılmır. Açar burada olar bir amma burada heç nə yoxdur, bomboş. Nə var, hamısını nənə gizlətib. Heç olmasa rahat, təliyə bağ qurub nənə burada. Təliyə bax, düz çıxışda qoyub promo. Yolumu bağlıydı. Bu nədir burada belə? Elə bildim gizli keçid falandır. Boş yeşiklərdir. O yerdə qana bax. Qatil. Gizli keçid yox deyə daha başqa. O tələ düşəcəydim tələyə az qala. Nənə görünmür, yoxdur.
Ay da oy. Bu məni güdürmüş sərdən. Qoy üstünə daha. Belə nə olar? Bu çox ürküdücü nənədir. So. Çıxış tapamayacam. Gəlmə. Nə olar, gəlmə. Diz çöktüm, bax, diz çöktüm. Çıxan yerdə tut deyə tam. Qaçırdım da, qaçan yerdə tutdu. Nəysə, 3-cü günə keçəcəyik. Sərf eləmirəmsə, bəli, 3-cü gün. Baxaq, 3-cü gün başımıza hansı oyunu gətirəcək nənə. Çox əsəbi nənədir, nənədən çox qorxuram. Ya Allah, yenə səhərin gözü açıldı, yuxudan durduq. Yəni, direkt qaçmaq istəyirəm. Hiss edirəm nənə buralarda bir yerdədir, amma dedim, nənəyə bana necə gəlir. Əlində də alıb əlinə bir dənə sopanı, düşüb dalınca. Qorxudan dilim də tutulub, deyə bilmirəm ki, nənə mən sənə heç nə eləməmişəm, mənə dalınca düşmə. Çox hisslidir, gəlir. Cüzdanım burada qırlarım altında. Nə oldu nənə? Gəl tap məni indi. Hələ də məni gözləyir. Gözləyir ki, birdən səhvən çıxaram üzə. Vay sağ ol, belə. Tələsmə, yavaş-yavaş get. Biz də baxaq görüm evdə nə var, nə yox. Bəlkə maşının açarlarını tapdıq, maşını da fırlada bilərik. Gözlə, bunun arxasınca nə satacam bunu? Nə reaksiya verəcək? Nənə, burada bax bir nə var? Gəl bura. O səsə vağa çıxartdı bir dənə. Qaça-qaça gələcək indi, qaça-qaça. Aha, gəldi. Canavar gəldi. Burada məni tutması zor olar. Oy, sağlam nənə deyə bu. Neçənci günə keçirik? 4-cü gün. 4-cü gün baxaq başımıza hansı işlər gələcək. 4-cü gündə artıq haldan düşmüşük. Nəyə üzr xahlı eləmək istəyirəm. Amma ki, tələ qurub orada. Bu səfər... O, bu necə olur? Təzə başlamışdıq ki, 4-cü günə. Olma deyə, belə olma. Yavaş-yavaş irəli gedək, baxaq. O, tələ. Gəldi, bax, yenə gəlir. Oydu, tələ, hər yerdə tələ qurub, bu. Biraz qorxdum, çox yox. 6-cı gün başımıza nə iş gələcək? Bu niyə eləmək istəyir burada? Əzab verəcək mənə. Türmə deyə burası. Nənənin gizli otağıdır bura. Üzr istəyirəm səndən. Eləmə. Ələ bax bir dənə. Game over. Yeter lan yeter! Yeter! Həqiqətən lap elə çox qorxulu oyun deyil. Nənə riski çıxır deyənə adam biraz həyəcanlanır. Oyun videolarının çox gəlməsi üçün videoya like atın və kanalımıza abunə olmağı unutmayın. Sağ olun, sevilirsiniz.